Görüşdük nə çətin, ayrıldıq nə asan. Hardasan həyatım, varmısan, yoxmusan? Bir zamanlar səsli küylü olan bu küçədə indi səssiz, səmirsiz bir insanı xatırlayırıq. Unudulmaz Rafiq Babayevi. Qızı Fərizə Babayeva ilə keçmişi xatırlayıb, ötən illərə geri qayıtdıq. Əlvida, o günlər, ulduzlu gecələr, əlvida. Мы находимся на улице, которая для меня очень родная. Bizim hazırda dayandığımız bu küçə mənə çox doğmadır. Bizim evimiz buradaydı. O evdə mənim, ailəmin, bacımın, atam Rafiq Babayevin uşaqlığı və gəncliyi keçib. 80-ci illərədək biz bu küçədə, bu evdə yaşamışıq. Лестницы такие же. Ой-ой-ой, какое здесь все родное. И там мир не поменялся. Əvvəllər Əzbəyev küçəsi idi. Hazırda bura İslam Səfərli ilə Həzi Aslanov küçəsinin kəsişməsidir. O vaxtlar bura səs-küylü olurdu. Birinci mərtəbədə 7 pəncərə vardı və bu pəncərələrdən həmişə caz səsi gəlirdi. Həmin illərdə o Amerikanın səsi radiosunu tutur. Oradan verilən caz musiqisini dinləyirdi. Sonra isə özü ifa edirdi. Evin pəncərəsi açıq olardı və küçədən keçənlər musiqi səsini dinləyirdi. Atamın dostları deyirdilər ki, hətta ayaq saxlayıb musiqiyə qulaq asanlar da olurdu. А кто-то стоял на улице и просто слушал, потрясающе. В моем детстве я хорошо помню, мы жили на... Mən yaxşı xatırlayıram. Uşaq vaxtlarımda bu evin qapısını heç kim bağlamazdı. Yəqin ki, bugünkü gün Сегодня это təəccüblüdür. уже удивительно, наверное. Вот это и был вход в нашу квартиру. Здесь, конечно, все поменялось. Здесь уже появилась вот эта пристройка. А когда-то двор был круглый, такой, знаете, вот, ну, классический двор-колодец. Так что у всех соседей окна, у всех это были окна коридора, выходили. Dünya şöhrətli Vaqif Mustafazadənin ən yaxın məsləkdaşı olan Rafiq Babayev uzun illər onunla bərabər bir çox musiqilər ərsəyə gətirib. Все участники ГАЯ, они были чуть младше него. O yaşca böyük idi. Qayanın üzləri isə ondan kiçik idi. Rauf Babayev deyirdi ki, Rafiq bizim üçün artıq caz ölçüsü idi. Vaqif Mustafazadə bu evə tez-tez gələrdi. Bibim danışardı ki, onlar birlikdə musiqi ilə məşğul olardı. Книжки рассказывают, как они вместе что-то изучают. Рафик ему показывал. Сюда же приходил Рашид Бейбутов. Он обожал. Bu evə Rəşid Beybudov da gələrdi. O mənim nənəmi, atamın anası Şahbəyim xanımı çox sevərdi. Ona ana deyərdi. Nə vaxt Rəşid Beybudov gələrdi, ona hədiyyə gətirərdi. Mənim anam paxlava bişirərdi və bu onun ən sevimli deserti idi. O paxlavaları heç kimlə bölüşməzdi. Seyfdə saxlayardı. Çox heyrətamiz günlər idi. Эту пахлаву он никому не давал, он ее прятал в сейф. Потом по штучке вытаскивал, это был его подарок. İncəsənət daim ruhda, ürəkdə, qanda yaşayır. Rafiq Babayev bu dünyanı erkən tərk etsə də, yazdığı musiqilər bizə mirasdır. Ömrümdən nə qaldı, nə qaldı, nə qaldı vəfasız dünyada.